79-cu il avqust ayının isti bir günü Roma imperiyasının ən varlı şəhərlərindən biri Pompey. Burada həyat sakit, firavan və şən idi. Küçələrdə uşaqlar oynayır, zadəganlar villalarında ziyafət verir, bazarlarda isə ticarət qaynayırdı. Heç kim düşünmürdü ki, bir neçə saat sonra bu şəhər tarix kitablarına ölümün dondurulmuş anı kimi düşəcək. Gözə çarpan böyük dağ, Vezuv, əsrlərdir ki, sakit dayanmışdı. İnsanlar onu təbiətin bir bəzəyi sayırdı. Amma həmin gün səhər saatlarında onun zirvəsindən qara tüstü qalxmağa başladı. Əvvəlcə hamı düşündü ki, adi tüstüdür. Lakin tezliklə yer titrədi, güclü gürültü səsi eşidildi. Göy üzü qapqara buludlarla örtüldü, günəşin işığı yoxa çıxdı. Qədim tarixçilər yazır ki, tüstü göydə nəhəng şam ağacına bənzəyirdi. Gövdəsi vulkandan qalxır, budaqları isə kül budaqları kimi hər yerə yayılırdı. Bu artıq sadəcə tüstü deyildi. Bu Pompeyin son nəfəsi idi. Şəhərdə panika başladı. İnsanlar evlərini tərk edir, sahilə tərəf qaçır, gəmilərlə qaçmağa cəhd edirdi. Amma kül və daşlar o qədər sürətlə yağırdı ki, yollar bağlanmışdı. Küçələrdə izdiham, qışqırtılar, yanan evlərin uğultusu eşidilirdi. Arxeoloqlar illər sonra evlərin içində tapdıqları insan qalıqlarını araşdıranda gördülər ki, bəziləri qaçmağa çalışmış, bəziləri isə ailəsini qucaqlayaraq son nəfəsini vermişdi. Bir anlıq həyat kül içində dondurulmuşdu. Pompey şəhəri 4-6 metr qalınlığında vulkan külü altında qaldı. Minlərlə insan həyatını itirdi. Amma bu faciə qəribə şəkildə bizə qədim dünyanın həyatını qoruyub saxladı. Bugün arxeoloqlar evlərin divarlarında rəngli freskolar, gündəlik əşyalar, qab-qacaq, çörək, hətta yarımçıq pişmiş yeməklər tapırlar. Sanki zaman dayanmışdı. Biz Pompeydə yalnız ölümü görmürük, hətta həyatın ən real təsvirini izləyirik. Bugün Pompey UNESCO'nun dünya irs siyahısına daxildir. Minlərlə turist hər il buraya gəlir, kül altında qalmış küçələrdə gəzir, 2000 il əvvəl yaşamış insanların hekayəsini hiss edir. Pompey bizə böyük bir dərs verir. Təbiətin gücünü heç unutma. İnsanların qurduğu imperiyalar, saraylar, şəhərlər hamısı bir an içində kül ola bilər. Amma eyni zamanda tarix bizə həyatın dəyərini, hər anın qiymətini öyrədir.